Hədislərdə buyurulur ki, Kəbə evinə mələklər nazil olarlar. Möminlərin bağışlanması üçün dua eləyərlər. Ora gələn zəvvarların bağışlanması üçün istiğfar diləyərlər. Və namaz qılarlar, o namazların hədiyyə eləyərlər siz zəvvarların üzərinə. Və bu gecə bağışlanma gecəsidir, cümə axşamıdır. Ruhların azad olduğu gecədir. Allah bu gecədə bütün müsəlmanlara səda verir, səda eləyir ki, varmı elə bir nəfər gəlsin, mən onu bağışlayım, varmı elə bir nəfər gəlsin, tövbə eləsin, mən onun tövbəsini qəbul eləyim, varmı elə bir insan gəlsin, məndən istəsin, mən onun istəyinə ləbbeyk deyim. Cümə gününə keçən gecə bağışlanma gecəsidir. Allah bizim bütün günahlarımızı əhv eləsin, bağışlasın, Kəbə evinin ehtiramına, məqamına xatir. Allah bizi Muhammed və Ali Muhammeddən dünya və axirət ayrı salmasın. Hər birinizə duasıyıq.